Salam aleykum əziz izləyicilər. Deməli, bir şey çox çıxırdı qabağıma sosial şəbəkələrdə. ChatGPT-dən elmi, daha doğrusu dini fətva almaq olar yoxsa yox? Zaten cavab bəllidir. İstədim özünə soruşaq, görək ChatGPT nə cavab verəcək bizə. Zaten yəni yenə də deyirəm, cavab bəllidir. İndi kommiterdə yazaq, soruşaq, hər şey aydın olsun sizə. ChatGPT-nin özündən soruşaq. Görək cavabı nə olacaq. Bəli, görürsünüz ChatGPT-nin özü hətta deyir ki, yəni məndən dini fətva soruşmayın. Çünki səbəbi də var. Niyə olmaz? Quran, sünnə, icma. Mən mütfi deyiləm. Ən qəşəng cavab. Hara girdi? Mənə ibadət etmək üçün yardım ayəsi hansı surətdə deyil? Belə bir şey yazıram. Fətva almıram. Sadəcə soruşuram. Search eləyir. Onu mən Google-da da eləyirəm, burada da eləyirəm. Məsəl üçün yazırsınız Əriyyə surəsi 56-cı ayə. Bu qədər. Gördüyünüz kimi dostlar, hər şey göz qabağındadır. ChatGPT hətta özü deyir ki, eləməyin. Bu qədər sadə. Əssalamu aleykum.